Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala habibi ilahina ve tabibi nufusina eşrefil enbiya'i ve hatemel murselin ve hayr halqihi ecma'in Ebil Kasimi Muhammed. وآله الطيبين الطاهرين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين ثم السلام عليكم جميعا ورحمة الله وبركاته. Allah bu əza gecəsini hər birimizdən qəbul eləsin. Allah bizi hər gecə bir mərhələ İmam Hüseynə yaxın eləsin inşallah. Onun Məhmud məqamından, onun uca məqamından bizi ayrı salmasın. Hüseyni həyatı Allah bizə də qismət eləsin. İmam Hüseynin məhəbbətində bütün arzularımızı, İmam Hüseynin sevgisiyle bütün yersiz arzularımızı, istəklərimizi Allah külə çevirsin inşallah. Və hər birimizə tezliklə Kərbəlanı ziyarət etməyi nəsib eləsin. Çox şükür Allaha ki, ikinci gecəni də toplaşmağa Allah fürsət verdi bizə, ömür verdi və ən əsası Allah bizə icazə verdi ki, İmam Hüseynin əzasında iştirak edək. Bu gecələr gözləmə gecələridir. Hər kəs əslində İmam Hüseyndən bir şey gözləyir. Hər kəsin İmam Hüseynə bir ümidi var. Kimisi islah olmaq istəyir, kimisi həyatında çətinliyi var, həll etmək istəyir. Kimisi axirəti üçün qorxur, narahatdır. Bir sözlə hər kəs Hüseyni tapmağa gəlib bura əslində. Hüseyni həyatı əldə etməyə gəlib bura. Hər birimiz elə. Ümid edirəm ki, bu gecələrdə Allah bizə keçən ildə göstərdiyi lütfi, etdiyi hörməti yenə edəcək və bizdən lütfünü kəsməyəcək. Dünən danışırdıq ki, insan təkcə qazanc niyyəti ilə kamilləşə bilmir. İnsan belə varlıqdır ki, özü bir xəzinədir. Özü çox uca zirvədə dayanıb. İnsan bu dünyaya əli boş gəlməyib. İnsan bu dünyaya əli dolu gəlib. Ariflər deyirlər ki, insan artıq kimlik, yersiz kimlik götürməsə bu dünyadan, öz kimliyi onun kamilliyə çatması üçün kifayət edir. Əlavə heç nə götürməsin bu dünyadan. Çünki hər bir əlavə götürdüyü şey onun üçün yükdür. İnsan fitrəti o qədər pak yaradılıb, o qədər
ilahi rəng ilə yaradılıb ki, hər bir şey, bu dünyada artıq olan hər bir şey insan fitrətini narahat edir. İstənilən hər bir şey narahat edir. Ona görə də peyğəmbərlər və imamlar bizə deyirlər ki, heç nə götürməyin dünyadan. Azacıq bir həvəs belə, azacıq bir yersiz arzu belə insanın ruhunu narahat edir. Çünki çox uca yaradılıb. Həddən artıq bizim təsəvvürümüzdən, belə desəm daha düzgün olar, bizim təsəvvürümüzdən daha uca yaradılıb insan. Biz insanı təyin edə bilməmişik, tapa bilməmişik. Özümüzdə olan ilahi dəyərləri tapa bilməmişik. Hətta din də əldə eləmişiksə, bəzi dini məsələlər, bəzi dini fəzalar başqalarının kimliyi olub. Özümüzə uyğun bir libas götürə bilməmişik. Quranın məntiqinə əsaslansaq, Quran hər bir kəsin kamilliyə doğru getməsi üçün xüsusi bir yolu olmasını buyurur. Hər kəs eyni cür gedə bilmir. Biz eyni cür gedək hər birimiz Allah tərəf, bu səhvdir. Hər kəs öz proqramına uyğun gedir. Ona görə deyirlər ki, heç kimin Allahına bəndə olmayın, öz Allahınıza bəndə olun. Özün Allah tapmalısan. Özün duymalısan Allahı, tapmalısan onu. Və səninlə münasibətini kəşf eləməlisən. Səninlə münasibəti necədir? Allahın hamı ilə münasibəti eyni deyil. Hər kəs öz çəkisi əsasında Allahla münasibət qura bilir. Ona görə bizə deyirlər ki, özün tapmalısan. Peyğəmbərlər gəliblər insana desinlər ki, sən xəzinədən pay götürüb gəlmişsən bu dünyaya. Gəlmişik sənə deyək ki, sən cibində xəzinə var. Sən onu bilmirsən, onu yaddan çıxarırsan, unudursan. Ona görə özünə həmişə heç kim bilirsən. Əgər belə demək olarsa, icazənizlə belə deyim, ona görə Allah bəndəsinin əlindən narahat olur ki, dırnaq içində narahat olur ki, məcazi mənada deyirəm, narahat olur ki, niyə özünü heç kim bilirsən? Bu sənə kim tərqin etdi ki, sən heç kimsən? Kim bu fikri sənə tərqin edib? Axı səni heç kim yaratmamışam. Səni böyük bir kimlik əsasında yaratmışam. Düzdür, bədənində sümük gəzdirirsən, sümüyün üstündə ət gəzdirirsən. Düz bir forman var, forman zəif də ola bilir, güclü də ola bilir. Amma sən içində ilahi bir nəfəs gəzdirirsən, niyə özü heç kim bilirsən? Və nəfəxtu min ruhi, nəfəsim səninlədir, mən öz ruhumdan üfürdüm insana, bu qədər uca yaradıb səni. Ona görə insan hələ də təəccüb edir, hələ də şəkdədir. Görəsən İsa ölü dirildir, yoxsa tarixin fantaziyalarıdır. Hələ də təəccüb içindədir. Ona görə özünü tanıya bilmir ki, İsa'nı tanıya bilmir ki, çünki özünü tanımır, insanı tanımır. Hələ də insan tərəddüddədir ki, görəsən Musa bir əsalının vasitəsilə dəryanı yarıb, hələ də insan tərəddüddədir. Görəsən bunlar düzdür. Deyə bilərsiniz ki, hardan bilirsən tərəddüddədir? Tərəddüddə olmağımızın göstəricisi budur ki, Musa xarakterli yaşaya bilmirik, tərəddüddə deyə gedə bilmirik. İnanmırıq o yerə getmək olur. İnanmırıq ki, insan bu qədər ucadır. İnana bilmirik ona. Və hələ də Allah haqqında bizim tərəddüdümüz var. Hələ də biz düşünürük ki, Allah
səsimizi çıxarmasaq da düşünürük ki, Allah peyğəmbərləri ilə digər insanların arasında ögey doğmalıq eləyib. Onları fərqli yaradıb, bizi fərqli yaradıb. Ona görə onlar ucaldılar, biz ucala bilmədik. Hələ də insanı tanımamışıq. Bir məntiqi izah deyim sizə. Əgər Allah xaliqdirsə, Allah kamil varlıqdırsa, onun haqqında bizim nöqsanlı bir fikrimiz yoxdursa, o bütün xüsusiyyətlərdə kamildirsə, nöqsansızdırsa, onun bütün yaratdıqları kamil olmalıdır. Nöqsanlı yarada bilməz. Məntiqi izahdır. Əgər Allah haqqında bu düşüncədə ola bilsə, görəcək ki, biz kamilik. Biz kamil yaradılmışıq. Biz çox uca yaradılmışıq. Ariflər deyirlər ki, sən yolu özünü itirmisən, özünü yaddan çıxarmısan, yeni bir kimlik yaratmısan, bütün ibadətləri belə hətta o kimliyin üzərində qurursan. Ona görə effektiv olmur. Mən bu cümlədən qorxuram əslində, bu mövzuda qorxuram, çox həssasam bu mövzuda. İmam Hüseyin niyə görə keçən il mənə kömək eləyə bilmədi? Çünki İmam Hüseyin əzəmətinə saxta kimliklə yaxınlaşmışdın. Həqiqi kimliklə yox. İmam Hüseyin sənin və mənim üçün yolu getmir. İmam Hüseyin bizi öz kimliyimizə qaytarmaq üçün dəvət edir. Özümüzü özümüzə qaytarmaq üçün. Öz dəyərimizi anlatmaq üçün. 14 əsrlik bir qələbə bayrağı qaldırıb, hər il səni çağırır, onu çatdırmaq istəyir ki, sən də ömürlük bir qələbə bayrağı qaldıra bilərsən. Sən hər an qalib ola bilərsən. Sən hər anın qalibiyyətlə bitməlidir. Sən bu dünyada məğlubiyyəti dadmamalısan. Məğlub olmamalısan. Çünki sən məğlubluq üçün yaranmamısan. Sən itirmək üçün yaranmamısan. Sən ancaq ucalmaq üçün yaranmısan. Sən sadəcə başqa kimliklər yaradırsan, sonra o kimliklərdən həqiqi kimliyə qayıtmaq üçün vaxtın gedir. Vaxt itirirsən. Həqiqi kimliyə qayıtmaq üçün vaxt çox gedir. Müəyyən ariflər var ki, onlar mədrəsədə təhsil alıblar, ustadlar görüblər, müəllimlər görüblər, arif olublar. İfadəmə görə üzr istəyirəm hər birinizdən. Tarixin müəyyən arifləri var ki, onlar şərab içirdilər, kənara qoyub arif olublar. İllərlə quldurluq ediblər, illərlə şərab içiblər, illərlə cinayət ediblər. Məşhur bir arif haqqında danışırlar. Deyirlər ki, bu çox cinayətkar idi, olduqca cinayətkar idi. Bircə İmam Hüseynlə münasibətini saxlamışdı. Bircə İmam Hüseynlə. Bu fikri bu idi ki, mən bu deyiləm. Bu yaşadığım mən deyiləm. Bir mən var ki, onun dalıca gəzirəm. Onu tapa bilmir. Bacarmır. Bir anda dəyişdi. Nə qədər cinayət eləmişdi, quldurluq eləmişdi, oğurluq eləmişdi. Bir gün gəldilər, tutdular onu. İstədilər buna saxta hörmət eləsinlər və bir peyğəmbər balasının əleyhinə çıxarsınlar bunu. Etiraz edirdi müəyyən şeylərə, haqsızlıqlara. Etiraz edirdi, barışmırdı. Çıxarsınlar, deyirlər ona ki, gəl sənə biz pul veririk. Deyilən ki, filan seyyid bizə pul verib, biz sənə hörmət edirik. Amma sən belə dedin, filan seyyid bizə pul verib. Bizim maliyyə ilə təmin eləyir və bizi çıxardır meydanlara. Deyir, titrədi bədəni. Dedim, mən hər günah eləmişəm, məni tanıyırsınız. Hər cinayət eləmişəm. Amma bu vaxta qədər Fatimə balalarına xəyanət eləməmişəm. Deyir, həmin andan dəyişdi. Öz kimliyini bu təklifdə tapdı.
Baxdı, gördü ki, saxta kimliyindən istifadə edib onu daha da uçuruma apara bilirlər. Onu daha da aşağı çəkə bilirlər. Özün tapdı, yazırlar ki, çox böyük dövrünün böyük zahidlərindən idi. Dərhal dəyişdi. İnsan dərdi kənarda axtarır, insan özünü kənarda axtarır. İnsan özü böyük bir mədəndir. Allah Rəsulü, Peyğəmbər buyurur ki, Ən-nasu məadin kəməadinə zəhəbi vəl-fizzə. Deyir, insanlar, görün nə əzəmətli hədisdir. Peyğəmbər buyurur ki, insanlar qızıl və gümüş mədənləri kimidirlər. Sadəcə yerini tapa bilmirlər. Deyir, hara gedirsənsə ged, özünü tapmaq üçün özünə qayıdış eləməlisən, başqa bir yol yoxdur. Özünü tapdın, məsələlər həll olur. Çünki ilahi nəfəs sənin özündədir. Allah nəfəsini sənə üfürüb. Öz ilahi nəfəsi özündə tapmayınca, öz varlığından ləzzət almayınca, bütün ibadətlər sənə ziyan eləyəcək. Bütün zikirlər sənin üçün ziyandır. Hətta günahları demirəm, bütün ibadətlər. Ariflər buyururlar ki, ona görə Allah insanın günahına baxmır. İnsandan bir şeydən narazıdır. Niyə özünü tapa bilmir? Niyə özünü axtarmır? Deyir, Allah bütün günahları ona görə keçə bilir ki, bütün günahları ona görə göz yuma bilir ki, hələ özünü tapmayıb, özünü tapandan sonra özünə etiraz eləsə, ya müsbət rəy versə, onda ondan mən haqq hesab eləyəcəm. Hesab onda başlayacaq. Hələ özünü tapmayıb, itirib özünü. Peyğəmbər buyurur, mədən kimidir insan, doludur içi xüsusiyyətlərlə. Bilmirəm, gücümüz çatmır hədisin mənası ilə, həqiqəti ilə izah eləməyə, öz adıma deyirəm, çətinləşir adamın hədisləri heyfi gəlir. İmam Sadiq əleyhissalam buyurur ki, qəlb Allahın evidir. Valla bundan böyük nə söz desinlər bizə. Deyir, qəlb Allahın evidir. Başqa bir söz demir. Bütün insanlar Kəbəyə hörmət etdilər. Bircə özləri hörmət etməyə bacarmadılar. Kəbə kənarında, məscid kənarında çox diqqətlilik belə də olmalıdır. Amma həqiqi ilahi xüsusiyyətlər ki, insan ruhunda boğulub qalmaqdadır, üstün aça bilmirik ki, cilvələnsin. Üstünü açmaq lazımdır. Əli əleyhissalam buyurur ki, ləkəd daükə fik və dəvaükə fik. Çox möhtəşəm hədisdir. Deyir, dərdində özünsən, dərmanın da özünsən. Hədisə baxın. Deyir, dərdində özünsən, dərmanında. Yəni, dərd də sənsən, dərman da sənsən. Dərd sənin saxta kimliyində yaratmısan, yersiz bir kimliyi yaratmısan, ucala bilmirsən. Dərman da ondan keçsən, özüvə qayıdış eləsən, və salam, məsələ düzəldir. Quran-ı Kərim nə buyurur? Quran-ı Kərim buyurur, baxın, bir cəmiyyət nə vaxt düzəlir? Quran-ı Kərim buyurur ki, bir cəmiyyət özünü dəyişməyincə, saxta özünü dəyişməyincə, tövrünü dəyişməyincə, Allah onları dəyişdirməyəcək. İnsan özünü dəyişdirməlidir. Təsbihin dəyişir, zikir formasını dəyişir, namazın dəyişir, müstəhəb oruclar tutur. 3 ay, ücüblə oruç tutmaqdansa 2 ay dində müstəhəbdir. O bir aya görə öldürərlər, ki, vacibdir. 2 ay ücüblə oruç tutmaqdansa 2 ay zəlilli ilə nəfsin üzərinə vurmaq daha yaxşıdır. Bu daha gözəldir. Bütün alimlər, bütün ariflər, peyğəmbərlər və övliyalar buyururlar ki, nəfsin üzərinə vurmaq lazımdır. Körlanmış yerə yığmaq yox. Mən nə edim düzəlim? Mən neyi tərk edeyim düzəlim? Məsələ budur. Mənim gözəlliyimə nə mani olur? Bax, belə baxaq məsələyə.
Mənim gözəlliyimi nə çirkləndirir? Mənim ruhumun əzəmətini nə kiçildir? Bax, məsələ budur. Bunun üstündə işləyə bilsə, araşdıra bilsə, əsas məsələ budur. Məni nə korlayır? Bu dəqiqə İmam Hüseyin əleyhissalamın ağuşundayam. Bax, nə üçün gəlmişəm? Niyə gəlmişəm? Nə istəyirəm? Mən ümumiyyətlə neynəmək istəyirəm? Biraz da bundan dərin sual. Çox yaxşıdır. Xüsusən insan ürəyi aram olanda bu sualı verirsin, tapacaq. Mütləq tapacaq. Olanməz bu gecələrdə tapmayasan. Mümkün deyil tapmayasan. Biraz da ehtiyat etməsəydim, and içərdim ki, mümkün deyil, adam tapmasın. Ya Abdullah, mən kiməm? Biz necə gedir? Məşhur misaldır, amma çox lazımlı bir hadisədir bizim həyatımızda. Hür deyir ki, mən özümü cənnətlə cəhənnəmin arasında hiss edirəm Aşura günü. Vallahi bu böyük sözdür və çox təhlükəli bir məqamdır. Deyir, mən özümü cənnətlə cəhənnəmin arasında hiss edirəm. Axtarır özünü. İtirib, yol itirib, tapa bilmir özünü. İmam Hüseyin əleyhissalam bir hürrün hörməti ilə özünü özünə qaytarır. Bir hörmət eləməklə. Bir kəlmə deyir İmam Hüseyin əleyhissalama ki, İmam Hüseyin ona belə deyək də qarğış eləyəndən sonra İmam Hüseyinə cavabında buyurur ki, mən neyniyim ki, sən Fatimənin evladısan, mən heç nə danışa bilmərəm. Heç bir kəlmə deyənmərəm. İmam Hüseyin elə bir iş görür ki, hür qayıdır özünə. Təsəvvür eləyin, bu rahat bir şey deyil. Vallahi rahat bir şey deyil. Hür qayıdır özünə qayıdış eləyir. Ondan sonra hər şeyi bir saxta kimlik kimi görür. Heç nəyi qəbul eləmir. Təsəvvür edin ki, bir an öncə İmam Hüseyin əleyhissalama qarşı müharibə elan eləyən hür qoşun komandan olur da, qoşun başçısı olur. Qayıdır öz əskərlərinə qarşı. Deyir, mən tapdım özümü, mən tapdım əsl yolu. Kim gəlmək istəyirsə mənlə gəlsin. Bir ana qayıdır. İnsan çox uca yaradılıb deyə qayıda bilir. İnsan uca yaradılmasa qayıda bilməz. Ona görə məsihilər çaşdılar, xristiyanlar çaşdılar. Nə dedilər? İfratı budur. Çaşdılar, dedilər ki, İsa Allahın oğludur. İzah eləyə bilirəm. O qədər insan Allaha oxşayır ki, çaşdılar, dedilər İsa Allahın oğludur. Xahiş edirəm, diqqətlə qulaq asasınız ki, səhv anlaşılmaz. O qədər əlini qüdrətli gördülər. O qədər bunun qüdrətini, elmini Allaha bənzətdilər ki, çaşdılar, səhv eləyib, dedilər ki, Əli Allahdır. Görürsünüz? Əlini Allah bilmək üçün bir səbəb var. Əyri səbəblə gediblər sadəcə. İsa'nı Allahın oğlu bilmək üçün bir səbəb var. Sadəcə düz baxmayıblar məsələyə, gəldilər, dedilər İsa Allahın oğludur. Düz baxmayıblar məsələyə deyə, gəlib dedilər ki, Əli Allahdır. İzah eləyə bilirəm. Boş yer elə dedilər ki, İsa Allahın oğludur. Niyə başqasına demədilər? Niyə İsa'ya dedilər? Çünki ilahi nəfəsi gördülər. İsa Peyğəmbərdə çaşdılar. Allah barədə düşüncələri səhv olduğu üçün gəldilər İsa Peyğəmbərə, nəuzubillah, Allahın oğlu hesab elədilər. Amma səbəb var da, nəsə oxşarlıq var idi. Oxşarlıqda səhv getdilər deyə İsa'nı Allahın oğlu bildilər. Amma mənim məqsədim bu deyil. Mənim məqsədim onlar niyə elədilər? Onlar üzrə İsa'nı Allahın oğlu bildilər, səhv bildilər, küfr elədilər. Bu deyil məsələ. Mənim məsələm budur ki, insan Allaha oxşuyur, insanın Allaha oxşarlığı var. Ona görə çaşır, düz baxmadı çaşır. Müəllimsiz fikir bildirsə çaşır. Allah Rəsulü buyurur, İnnəllaha xələqə Adəmə alə surətihi. Allah Adəmi öz surətində yaratdı. Maddi surətdən söhbət getmir. İlahi xüsusiyyətlərlə yaratdı onu. Ariflərdən biri buyurur ki,
İmama istinad eləyərək buyurur. Deyir ki, bütün insan Allahın yaratdığı bütün aləmlərin xülasəsidir. Bütün aləmlərin xülasəsidir. Bütün aləmlərin sirri insandadır. Ona görə İmam Sadiq əleyhissalam danışır, çıxış edir, bir nəfər valih olur ona, deyir ki, yəbnə Rəsulillah, İmam Sadiq əleyhissalama buyurur, deyir, yəbnə Rəsulillah, sözləriniz qızıl kimi, qızıl qədər qiymətlidir. İmam başını salır aşağı, narahat olur. Deyir, niyə ucuz sayırsa sözlərimizə? Qızıl hara bizim sözlərimiz hara? Görürsünüz. Deyir, qızılın müddəti var. Qızılda xarab olmaq var. Amma bizim sözlərimizin xarab olması yoxdur. Bizim sözlərimizin müddəti yoxdur. Çaşır. Düz təyin edəmir. Deyir, insan Allahın yer üzündə xəlifəsidir. Bütün xüsusiyyətlərini o gəzdirir. İnsanda heç nə yoxdur. Məşhur hədisi deyəcəm sizə Peyğəmbərdən. Həzrət Əlidən də deyirlər bu hədisi. Amma Peyğəmbərdəndir. Mən yazdığım. Mən ərəfən nəfsə, bir dənə siz Allah məntiq izahına baxın. Mən ərəfən nəfsə, fəqad ərəfə Rəbbə. Bu nəfsdə nə var ki, kim nəfsini tanısa, Rəbbini tanıdı. Deməli, Rəbbin xüsusiyyətləri insan daxilindədir. Onları tapa bildinsə, Allaha gedən yolun əvvəlini tapırsan. Deməli, buradadır. Burada nəsə var ki, sən bunun vasitəsilə tapırsan. Olmasa tapa bilməzsən. Bütün peyğəmbərləri göndərib ki, ged onlara de ki, onlarda böyük bir xəzinə var, boş yerə xərcləməsinlər. Vəl-əsr. İnsan and olsun əsrə. İnnəl insənə ləfi xusr. İnsan itirməkdədir. Diqqət edin, nə gözəl, şirin ayədir. İnsan itirməkdədir. Nə vaxt itirmir? Kimlər itirmir? İlləl-ləzinə əmənu, iman gətiriblər, tapıblar. Tapıblar ki, kim yaradıb məni və necə yaradıb məni? Nə əzəmətdə yaradıb məni? Nə böylükdə yaradıb məni? Ona görə itirmir. Tapıb deyə itirmir. İnsan yaranıb ki, içində olan əzəmətli xüsusiyyətlərlə dünyada hər şeyə rəng versin. Hər şeyi ilahiləşdirsin. İnsan bunun üçün yaradılıb. Sadə misal çəkirəm. Bir daş əgər yerdə olsa, mərifətli adamlar üçün misaldır da bu. Sizlər üçün. Bir daş yerdə olsa, yol keçəndə təpiyi vurub atsan qırağa, ayağınla vurub atsan qırağa, heç bir cəzası yoxdur. Amma həmin daş İmam Hüseyin əleyhissalamın hərəminin divarında olsa, ayaq vursan, başlayacaqsan mənəvi çökməyə. Niyə görə? Artıq İmam Hüseyin əleyhissalam ilahi xüsusiyyətləri ilə daşa da ilahiliyi verdi. Kəbə evinin qara daşı ona görə hörmətlidir ki, Allah evində yerləşdirilib. Allah evində olan daşdır. Görürsünüz, dəyərli olur. Kəbə evinin özü daşdan ibarətdir. Belə deyə yox. Amma ona Allah adı qoyulub deyə, Allah əmr edib ki, bura mənim evimdir deyə, artıq o daş da oldu hörmətli bir daş. Kəbəyə ehtiram göstərmək vacibdir. Bir rəvayətdə var, buyurur ki, dua eləyin ki, bunlar duya bilək. Mənim sizdən daha çox ehtiyacım var, amma dua eləyin ki, duya bilək. Bunlar hər birimiz, siz də mənim üçün dua eləyin. Bir rəvayətdə var ki, bir yerdə İmam Hüseyin məclisi olar, o məclis başlayar, bitər. Bir mələklər inərlər o məclisdə, o məclisin əzadarlığında iştirak eləmək üçün. Enərlər orada iştirak eləmək üçün. Məclis bitəndən sonra bu mələklər ki, ərşə qalxarlar, ərşdə məsul olan, məsuliyyət daşıyan mələklər deyərlər onlara ki, sizdən çox gözəl bir iy gəlir. Hardan gəlirsiniz? Deyərlər, İmam Hüseynin məclisindən gəlirik. Deyərlər ki, biz də gedək ora. Bunlar deyərlər, bitdi məclis. Deyər, onda Allahdan izin alarlar. Düşərlər həmən məclisdə əzadarların
paltarlarından tökülən tozlar yoxdur həmin məclisdə, ayaqlarından tökülən tozlar yoxdur. Yəni, gedirik ora o tozları ziyarət etməyə. Təsəvvür edirsiniz, bu yerdə, buraya qədər gəlir, çatır insan ki, mələk onun ayağının tozunu ziyarət eləməyə gəlir. İnsan buraya qədər gəlib ucalır. Heç nə olmaz məndən, yox. Sən artıq bir varlıqsan, Allahın yer üzündə yaratdığısan. Heç nə olmaz deyil. Sən artıq böyük bir varlıqsan. Xahiş edirəm sizdən bu gecələrdə Ərəfə duasını oxuyun. Elə müəyyən qədər baxın. Müəyyən qədər baxın ki, Allah nələr verib. Görəcəksən, yox, elə boş deyilsən. Yox, kim mənə deyir, səndən heç də olmaz. Kim mənə deyə bilər, sən düzəlməzsən. Ümumiyyətlə, kimin ixtiyarı var ki, məsələ desin ki, sən düzəlməzsən. Kimin ixtiyarı var buna? Mən varamsa Allah dayanıb mənim qəsdimə ən gözəl mənada. Sən düzəlməlisən. Belə deyim, biraz da gözəl deyim bu cümləni. Sən düzəlməlisən, yox. Sən əvvəlki olmalısan. Necə yaradılmışdınsa, ora qayıtmalısan. Qayıt. Ora qayıtmalısan. Ona görə Allah bir yerdə bəşəriyyəti saxlayır. Quran-ı Kərim ayəsində desək, bəşəriyyəti saxlayır. Deyir onlara ki, diyanın, nə diyanın? Adam bu ayənin bir mənəvi fəzasını tutsun. Deyir onlara diyanın, gözləyin. Əynə təsəvvü bəşər. Hara gedirsiniz? Səhv gedirsiniz. Hara? Qayıdın geri. Saxlayır ki, getməyin. Düz getmirsiniz. Axı, sənin özündən çöldə heç nəyə ehtiyacın yoxdur. İzah eləyə bilirəm sizə. Bilmirəm, yoruram sizə, izah eləyə bilirəm. Öz ürəyimdə partlayır, görürsən, çatdıra bilirəm, ya yox. Deyir, özündən kənarda heç bir şey yoxdur. Bütün hər şey sənin içindədir. Hər şey sənin içindədir. Harada gedib axtarırsan? Kimi axtarırsan? Nəyi axtarırsan? Səndən üstün bir şey səndən kənarda yaratmamışam. Axı, nə qiymət axtarırsan? Deyirlər ki, Allah cavab versin, niyə görə dünyanı, belə deyək, çoxlu şəkildə, üzr istəyirəm ifadəmə görə, ən çox kafirlərə verir. Məsələn, bəzən görürsən, möminlərin qarşısına çətinlik çıxadır, peyğəmbərlər çox əziyyət çəkiblər, elə versin də bunlara. Başa düşmür ki, bu peyğəmbər istəmir dünyanı. Elə bir şey tapıb özündə ki, istəmir onu. İstəmir, sevə bilmir, ürəyi istəmir onu. Ürəyi bulanır, belə deyək. Peyğəmbərin ürəyini vurur dünya. İstəmir. Allah da cavab verir. Deyir, əgər dünyanın mənim yanımda ağca qanadın, milçəyin qanadı qədər qiyməti olsaydı, bəli, verərdim möminlər. O qədər qiyməti yoxdur. O qədər qiyməti yoxdur. Mən hər şeyimi insana vermişəm. İnsan durub məndən yenə nəsə istəyir. Haqqı yoxdur. Ariflərdən biri deyir ki, Həzrət Əli Əleyhisselamın Allah ziyarətin qismət eləsin, hərəmində bir xidmətçi vardı, o danışırdı bunu. Deyir, mən bir arifi gördüm, adını da qeyd edir, çoxdan oxumuşam, yadımdan çıxıb adı. Deyir, gördüm ki, gəldi Əli Əleyhisselamın hərəminə, gəldi Həzrət Əli Əleyhisselamın hərəminə, gecə idi, heç kim yox idi hərəmdə, mən də görmür, mən də bu hərəmin xidmətçisiyəm. Gördüm, elə bir halda gəldi, elə bir vəziyyətdə gəldi. Gəldi, tutdu Həzrət Əlinin zərihindən, yapışdı. Deyir, o qədər ağladı, o qədər hönkürtü ilə ağladı. Deyir, əsirdi bədəni. Deyir, mən neçə ildir bu hərəmdə xidmətçiyəm. Kim gəlibsə bura, Həzrət Əli Əleyhisselama deyib ki, ya Əli, mənə də ver nəsə. Hamı nəsə istəməyə gəlib, amma gördüm ki, bu fəryad eləyir. Deyir, ya Əli, yalvarıram sənə, al məndən bunu. Xahiş edirəm səndən, bunu al məndən. Bu mənim üçün ağırdır. Deyir, gördüm, çox təəccüblüdür və bunun da halı çox pisdir. Deyir, gördüm, köynəyinin ön tərəfi yaş sudur, islanıb. Qapıdan çıxanda dedim ki, vallah, heç kimə deməyəcəm sən dünyadan köçənə qədər. Nə deyir, nə sözləri deyirdin Həzrət Əliyə? Mən neçə ildir burada xidmətçiyəm, sən də hətta məni tanıyırsan. Sənin kimi dua eləyən görməmişəm. Amma almağa gəlir, sən verməyə gəlmirsən bura. Nəsə itirməyə gəlmirsən. Deyir, bir gün Allahdan istədim ki, bütün əmirlərlə tabi oluram, insanların batinini mənə göstər. Gəldim Həzrət Əlinin hərəmində istədim. Deyir, verdi mənə.
verdi mənə, indi öz dostlarımla, yaxınlarımla oturub durmaq ağırdı mən üçün. Gəldim Həzrət Əlinin yanına ki, alsın məndən. Bu insan üçün deyil, insan üçün bu dəyər deyil. İstəyirəm Həzrət Əli bunu alsın məndən, mən bunu istəmirəm. Hələ insan çalışır ki, mən Ayətullah, Əllamə, filankəs, Arif kimi olum, insanların iç aləmini görüm. Öz iç aləmini niyə görmək istəmirsən axı? Gör, nə əzəmətdəsən, nə böylükdəsən. Bir söz deyimsə bu gecə yavaş-yavaş yekunlaşdırıram. Bir salavat buyurun siz. Görürsünüz, Kərbəlada hərəm nə gözəldir. Çoxuvu ziyarət eləmişsə. Ziyarət eləməyənlər də elə bu anlam desinlər ki, mən də getmək istəyirdim. Kaş o görürsüz deyəndə, görmüsüz deyəndə, yaxından seyr eləmiş deyəndə, mən də bilərdim ki, nə gözəldir. Görürsünüz, İmam Rıza Əleyhisselamın hərəmi nə gözəldir. Nə şirindir hərəm. Nə əzəmətlidir. Ruhumu, qəlbimi tanımaq istəyirsən, mən necə izah edeyim, gücüm çatmır da, vallahi etiraf edirəm. Ruhumu tanımaq istəyirsən, İmam Hüseyin Əleyhisselamın mübarək vücudu yatır o hərəmdə, ona görə gözəldir. İndi sən təsəvvür elə, sənin ürəyində Hüseynin məhəbbəti var. Yəni Hüseyin sənin ürəyindədir. İmam Hüseyin ağa sənin qəlbindədir. İmam Rıza sənin ürəyindədir. Bir dənə sən təsəvvür elə də nə olacaq ki? Bir dənə təsəvvür elə, ona bir şəkil versən, gör nə olur. Bir şəkil versən, gör nə olur. Oradakı hərəm var ha, İmam Hüseyin hərəmi. Sənin qəlbində olan sevginin, məhəbbətin şəklidir. Niyə görə ürəyində sevgisi olmayan o gözəl deyil? Hüseyin sevgisi olmayan o gözəl deyil. İzah edə bilirəm. O sənin ürəyində olan sevginin təzahürüdür görsənir gözvə. Bax belədir. Yəni sənin ürəyin, sənin qəlbin Hüseynin hərəmidir. Bu qədər gözəldir. Adam Hüseynin hərəminə, İmam Hüseynin qapısına, İmam Hüseynin zərihinə bir çirk toxundurar. Həmişə hamımızın arzusu olub da görmüşük ki, xidmətçi İmam Hüseynin hərəmində xidmətçilər hərəmi silirlər. İstəmiş o dəsmalı alaq ondan, mən də təmizləyim. Belə deyil, mən də təmizləyim. İndi İmam Hüseyin deyir ki, ora baxanlar var, narahat olma. Mənim üçün ən vacib budur ki, məhəbbətimi götür, sevgimi götür, ürəyində olan hərəmin var, onu başla təmizləməyə. Bu gecələrdə onu təmizlə. Mən sənin yanındayam, tərk eləməmişəm ki səni. İmam Hüseyin bu gecə bizə deyir ki, hansı günahda tərk elədim səni, barmağıma qatda. Mərdi-mərdanı, de görüm hansı günahda tərk elədim səni. Heç elə bir günahın oldu ki, bizdən danışır da, təsəvvür edin. Heç elə bir günahın oldu ki, sən ona eləyəsən, sonra ürəyin sınmasın, ürəyin sınsın, ya Əbu Abdillah deyəsən, mən hə deməyim. Nə vaxt olub o? Bilirsən, niyə hə deyirəm? Çünki sən böyük yaradılmışsan, çox uca yaradılmışsan. Mən bilirəm ki, sən belə qala bilməzsən, sən belə qalmamalısan. Bir cəmaat mənim ardımca düşüb, mən Züheyrin ardıca düşmüşəm, mən görəm böyüdüm, mən düşmüşəm ardıca. Ariflərdən biri deyir, səhv eləmirəm Seydəli Qazi, deyir, insan xəzinə üstündə oturub, xəbəri yoxdur, dilənçilik edir. İnsan xəzinə üstündə oturub. İçi doludur xəzinə ilə. Ariflərdən biri, alimlərdən biri dua edirdi Əyyam-ı Fatimiyədə, möhtəşəm dua idi. Deyirdi ki, ya Fatimə, xanım Zəhraya buyur, deyirdi ki, ya Fatimə, onlar elə bir iş gördülər ki, sənin qəbrin gizlənsin, qəbrin görsənməsin. Amma xəbərləri yoxdur ki, sənin qəbrin aşkarda olmasa da, sənin qəbrin mənim ürəyimdədir, hər gün dolanıram başıma. Hər gün başıma dolanıram. Fatimə Zəhraya müraciət edirdi. Buna and içə bilirəm. Vallah, billah, əgər bizdən heç nə olmazsa, İmam Hüseyin zəhmət çəkib çağırmazdı. Biziz kimə ümid eləyib? Siz Allah bu sözümə qulaq asın. Biziz kimə ümid eləyib? Xahiş edirəm, baxın. Ya Əbu Abdillah, özün şahidsən ki,
Mən bunları deyirəm ki, mən bilirəm ki, insandan nəsə olar. Heç olmasa özüm də ola bilməsəm, bu dinləyənlər ola bilsin, mənim də əlimdən tutsun. Əli Əkbər ağanı şəhid eləyiblər. Əbəlfəz ağanı şəhid eləyiblər. Həbib Nəməzahir, Müslim Oğuzəcə, Müslimin evlatları, bunları hamısının Həzrəti Qasım, bunları şəhid eləyiblər. Bizi kimə ümid eləyib? Bax, bu saydıqlarımı öldürənlərə, şəhid eləyənlərə, başlarını, əllərini kəsib doğrayanlara baxıb deyib ki, hələ də gec deyil, mən sağam, kömək eləyə bilirəm sizə. Bunların belə düzəlməsinə dayanıb, özlə nə deyib, nə buyurur? Deyib, Allaha and olsun ki, özünüzə qayıtsaz, tapsaz özünüzə, tövbə eləsəz, bütün bu qanları keçirəm sizin üçün. Haraya qədər gedə bilir, haraya qədər dözə bilir. Bu biz kimin oğludur? O kişinin oğludur ki, məcburi müharibəyə qılıncını qınından məcburi çıxarmasına səbəb oldular. Məcbur şəkildə ürəyi parçalana, ruhu parçalana, qılıncını çıxartdı qınından. Əşhədü ən la ilahə illallah deyənə qılınc çəkməyə məcbur qaldı. Təlhə öldü Cəməl müharibəsində. Gördülər, hamı qələbə sevinci yaşayırlar. Gördülər ki, Həzrət Əli gəlib oturub Təlhənin başının üstündə ağlayır. Deyir, Təlhə, niyə belə elədin axı? Bax, bu İmam Hüseyin əleyhissalam Aşuranın qəhrəmanı, Cəməlin həm məzlum, ən ürək yanan kişisinin oğludur. Təlhəyə deyir, niyə belə elədin axı Təlhə? Axı, biz səndən dostuyduq, biz bir yerdən ağlayır, əleyhissalam ağlayır. Ki, bura niyə? Buraya niyə götürüb gəldin məsələni? Təlhə, Peyğəmbərlə bir qabdan çörək yimsən. Təlhə, Peyğəmbərlə bir xurmanı bölüb yarsın, sən yimsən, yarsın Peyğəmbər yiyib. Gör, nələri vurdun yerə. Həzrət Əli əleyhissalam ağlayır, heyf sənin zəhmətindən. Heyf. Görün, necə ürək yandırır. Görün, necə can yanır. İmam Hüseyin də bu gecə təsəvvür elə olmayacaq. Təsəvvür edin, belə şey olmayacaq. Mən səhv deyirəm. Belə təsəvvür edin. Qiyamət günü deyəcək bizə ki, anam Zəhra ağlayan məclisdə ağlamışdın, nə oldu? Niyə baxmadın özlə? Elə bir yerə çağırmışdım səni ki, anam Zəhra oradaydı. Biz evin içində məhrəm bilmirik hamını. Amma sizi bilmişdik. Sizi öz məhrəmimiz bilmişdik. Sizi evin əhli bilmişdik. Sizi ora çağırmışdıq. Bir yerə çağırmışdıq sizi ki, anam Zəhra hər gecə oradaydı.